Ofisite mağazalar şəbəkəsinin baş sponsorluğu ilə Qız Atası serialı başladı. Dört qız atası, dörtdə kürəkən evləri olur, onlara məskən. Hər biri gözləyir təkcə öz xeyrini, nazı gizlədir onların eybini. Bir saxtakar, biri qısqanan, lap havalanar, burada qalan dört qız atası, dörtdə kürəkən evləri olur, onlara məskən. Qız atası. Ləzzətlidir, əladır, dadlıdır. Bir doktor yeri necə rahatdır ya. Nə vaxta qədər? Nə vaxta qədər biz bu evdə gizlənə-gizlənə yaşayacaq, hə? Əvvəl axır biləcəkdə Çingiz açılacaq da üst açılmayacaq. Belə nə vaxta qədər çəkə bilər ki? Ondan sonra papa biləndə ki, sən o 70.000 manatdan bir qəpik də evə pul xərcləməmsən, pulun altından girib üstündən çıxmısan, ha? Onda papanın əlindən qutara bilməyəcəksən. Hələ papanı demirəm. Hələ papanı demirəm. Papa xəbər tutanda onu infarkt vuracaq, ha? Ondan sonra sən mamanın əlindən qutara bilməyəcəksən. Bura, səncə mən bax, bu səhər tezdən saat 7-dən niyə oyanmışam? Niyə oyanmışam? Sual ver də. Yeməyə. Yeməyə oyanmamışam. Ona görə oyanmışam ki, yəni yiyib tez adaçın atam bizi görməsin. Tez ol. Nə olub? Nə dayanmışsınız? Nə boğmalanırsan? Tez elə də, tez elə. Ye, Vidadi gəlir axı. Ay qız, dur, Vidadi gəlir bu. Tez eləyin, durun. Mən tutarmışam, amma elə belə oturmuşam. Tez elə. Yeyib tutarsın. Tez elə, ay Çingiz, az neynir bu? Ay Çingiz. Tez elə, tez elə, tez elə. Tez elə, dur. Dayan, az boğmalan. Şirin çaysız getməyəcəm. Az de, dur da. Ya dur da! Az dur. Ay sənin kəllənə. Tez eləyin. Atoz indi gələcək. Bilməsin. Nazır, Hə, ay Vidadi. Vidadi gəldi, tez eləyin, çıxın deyib, bunları hara çıxarır? Bunların ev eşiği yoxdur. Gecə yenə bizdə qalıblar. Sən nə deyirsən, tez eləyin, çıxın. Ay, mən elə demədim. Niyə yoxdur? Evlərin eşiklərinə nə gəlib? 70.000 pul verib sənə. Çingiz o 70.000'e ev tikdirməsəydin, Nazı onun qabırğaları var. Bəs niyə deyirsən ki, Vidadi gəldi, tez eləyin, çıxın? Sürpriz eləmək istəyirdik də. İstəyirdik sər-sər tezdəndən sürpriz eləyək sənə. Ailəvi bir oturaq, çörək yeyiləmi? Gəldin sürprizimizin üstünə çıxdın, papa. Körratı deyil sürpriz. İstəyirdik ki, çörəyi burnuğuza sürtə-sürtə belə iynədə qoyadaq. Gəl yuxudan, xoşladığımız mayonezdən, sonra pişək, nə bilim, nə olsun. Hə, mikrob. Sənin mənə sürprizin o olar ki, mənim gözümə az görünəsən. Bildiyin, keçin içər görün. Keçin içər görün. Keç mama qurban, keç. Gəl Vidadi, gəl. Gəlirəm. Gəl. Niyə səbləşirsən? Tabii keç içər görün. Qəşək. Çaya bax, çayın duzu yoxdur. Hə qızım. Başqa məsələ. Həyat eviniz nətərdir valla, rahatdın, xoşun gəldi. Hiç görmüşük ki evi. Nətər yəni görməmişik. Nazır, 70.000 pul vermişəm, ev hələ hazır deyil. Bunlar evə girməyiblər. Ay Vidadi, sən elə hər şeyi belə əlləməyə Allah başa düşürsən. Vidadi, həyət o qədər gözəldir ki.
o qədər gözəldir ki, insanın heyfi gəlir ki, ayağını bassın. Ona görə heç ev yada düşmür. Ev yada düşər, kənd adam olasan, nə evi, nə belə bayırda sənə boyunluzu keçidə olacaq, o əl olacaq. Vidadata, evdə öyle, elə bir Gülüstanı, Gül sarayıdır. Deməli, evi içəri... Olacaq, o da indi kralı çəkmişik, rahat olun. Deməli, o evin bu yan tərəfi var, sağ tərəfində qəşəng qırmızı kərpişdən qəşəng manqal demişəm. Və bir dənə də qəşəng istetka. İstetkanın altında oturacaqsan, o manqal kebabından yiyəcəksən, nəsə o necəksən, mən səni Mars eləyəcəm. Elə bir Milyaryerski həyat. Yaxşı, Çingiz, Hə. Halaldır sənə, siz o 70.000 manat. Elə danışdın ki, özümün də belə marağım artdı, istəyirəm gələm sənin bir həyətini, evini, eşiyini görəm sən nə işlər görürsən. Görün nədir, arada mən xəstə oldum bala, gəlib sizin evə baxa bilmədim də ki, nə iş görürsən. Ev yox, Hadi mən bir ev görməsinə getməliyəm də ora. Ala bu 300 manatı, qəssab Firidundan bir quzu al, yaxşı quzu al. Axşam hazırlıq gör, bazarlıq elə. Gəlir sizə ev gördüsünə. Amma bir şərtim var, qalmaq şərtim. Gəlirsiniz gecə bizə yatır. Ay, bir dəqiqə dayanı. Ay, Vidadi, sənə qoyun əti yemək olmaz. Kişinin pulunu qaytar. Niyə? Qaytar. Onda qoyun əti yemək olmaz, təzyiqi var. Elə bir ki, Vidadi atanı birinci günü tanıdım. Mən onun qoyunun elə yerlərindən, belə qara tikələrindən qəşəng verəcəm. Təzyiq qalxmayacaq. Bəli. Narahat olma, hadi də bir yol quzu kebab yiyərəm. Heç nə olmaz. Ölmədim bugünü gördüm. Vidadi mənim öz evimə gəlib orada qalacaq. Sən bazarlığını elə, mən də işə deyib, axşam yığışırıq sizə. Gəlim səninlə bir nərdə oynayayım, aparım səni. Apar, qurban. Gəl məni yola sal. Yola sal. Sən bir susacaqsan, hansı evdə danışırsan, Hara gələcək? Qalmaq şərtilə, qalacaq. Qalmaq istəyir. Boğmalansa qalacaq mənim üçün. Gəldim, ay Vidadi, gəldim. Anaz harada qaldı? Gəldim də, ay Vidadi. Tezlə gör. Uşaqlar çörük. Yaxşı. Yiyirdi ona görə. Vidadi bilsə ki, Çingiz 70.000'in başına daş salıb, evi tikdirməyib. Elə oradaca ürəyi partlayacaq. Mən də qalacam bu bivəç kürəkənlərin ümidinə. Yaxşı, tezlə gedin. Dayanı, mən tez elə. Elə hər şey işin tezdir. Sən mənə qulaq as. Axşam gəl bu Çingizgilə getmək fikrindən vazgeç. Gedəcəksən o qoyun ətini yiyəcəksən. Ömrü boyu kebab yemisən də. Ömrü boyu. Bu dəfə yemə, təzyiqin ara qalxacaq. Sonra Nazı qalacaq belə. Skoru çağır onu elə bunu elə dərman ver. Ay Nazı. Vidadi o 300 manatlıq kebabın acı da öyle. Amma Çingiz bayaq nəsə çox yuxarıdan getdi. Ay belə evdiymişəm, şəlalə belə, çarxoz belə. O nəsə mən verən 70.000-dən əmələ gələn iş oxşamır. İstəyirəm gedəm öz gözümlə görəm. Həqiqətən bu ev tikib yoxsa mənə kələk gəlir. Deyirsən Çingiz sənə kələk gələr Vidadi. Dağ boyda Vidadiyə. O mikrobdan nə desən çıxar. Niyə keçən yadında deyil, həkim mənə dedi ki, keçət iyi. Mən də 150 manat verdim ki, bir çəpşal gətir, kəsə yiyək. İtin başına buynuz bağlayıb gətirib mənə tərəf. Mən də heyvanı kəsmək istəyəndə hürdü, onda bildim ki, it yosundu, kəsib yemişdim. Nazı, sən mənim işimə qarışma. Mən bilirəm, neyiniyirəm. Oldu? Həqqablarını giy, mən... Gedir. Vidadi dərmanları içməyi unutma. Buna bax, boyumda çatmır. Deyir Çingiz, sən onu mənə tanıdırsan. Dayan, bax, bunu 2 dəfə içirsən, yəni 2 dənə yeməkdən sonra bunu bir dənə çaşma. Bildim, nə bildim. Çaşma, zəngeli yatmadan sanacaq. Bildim də dəyər, Qoyum da, deyəm. Bil elə. Bəli, yaxşı. Ay, sağ ol. Hala, bunu da as bir tərəfdə. Çingiz! 300 manatı görən kimi başımı itirdin, hara çağırırsan papanı? Hansı evə? Ev var, evə çağırırsan. Ev var, hələ bir deyirsən ki, gələrsən, qalarsan. Bir evdik, sonra atolu çağır da. Niyə qışqırırsan? Axşama hələ çox var, atalar deyib gün batmadan nələr batar. Bir şey fikirləşib, Çingiz axşam orada bir ev düzəldəcək, narahat olma sən. Yeməyi ye. Görəcəksən.
Az, kör eləyəcəksən, dərd eləyəcəksən. Mənə niyə deyirsən, hə? Ev tikəndə, pul alanda mənə məsləhətləşmişdin, hə? Bezdirmişsiniz yenə, az bir tükə çörək. Onu gözləyirsiniz ki, nəzakət ölsün, onda rahatlaşarsınız. Düzdür! Nəsə İsmailvatdan? Sən bu yandan, Vidoş o yandan. O hani ki Didərgin salam bacım var, hep seni çəkən. O bu yandan. Hələ o Balaşka var, Balaşka ilə gəlir. Əl çəkin, öldürməzsiz sarmadı, nəsiz sarmadan. Bugündən sonra qorxmayın. Sizin nə probleminiz olsa, bəyin nəsli olan Çingizə deyin. Hemen basın gözlərini çıxardacaq. Senin indi özün basın gözlərini çıxardacaq. Sən elə özün başına ayağı problem deyilsən. Bütün bu problemləri Çingiz sən eləməmsən, hə? Sən kürəkən olmadın, başımıza turpəkən oldun, turpəkən! Sən gel, Yusuf! Açdayım mı qapını? Nə var az? Loğə bək. Keçdayım mı qapını? Az, nə soxulursan içəri, hə? O siyyətin də bu əncir qurusu kimi turşulub, nə gəlmişsən üstünə səhər-səhər? Hə, nə? Amma bax, Alikin təşəkkür edirəm. Bax, çox mübarək əşəkdir, lap yaxşıdır, xeyriyyət o ya. Bax, bu şən xəbəri də mənə elə deyirsə, elə bir nə olub Alikə? Nə olub, hə? Ay mama, keç, babamla söhbətim var, keç. Nə olub, az mamaya başa sol görüm, nə olub? Ay mama, bax, Alikin təşəkkür edirəm, pomada izinə. Nə? Nə olub, az? Bu nə izdir? Bax. Bu, sənin bax bu köynəkdə bastırım Alik. Buna baxı, ay Səbiş, Səbiş başlandı da səhər açıldı, heç nə kül başı və nəzakət, problemlər başladı, nəzakət. Ay, buna gəl, mama qurban, Səbiş. Qız atası Dəymiş, ört qapını, mama qurban getmişdim. Atom ofisayt mağazasına. Ay təhmiş, nələr yoxdur. Az baxmaqla deyil, gərək gedib onu gözünlə görəsən. Rəngli kağızlar, canım sənə desin, karandaşlar, plastilinlər, flamasterlar, çantalar, xətkeşlər. Az birdir, ikidir, heç hamısını yadımda saxlaya bilmirəm. Gərək mən də gedim Mama Offsite mağazasına. Həm asisdən bir neçə məhsullar var, onlardan almalıyam. Həm təzə mətbəximizə Quick'dən bir mətbəx əşyalar alım. Bir də ki, bu Çingizin Lənkəranda qohumları var, Lənkərandakı qohumlar. Onlar deyiblər ki, Oyaldan bu məktəb ləvazimatlarından al göndər, alım göndərim onlara. Allah, elə sevirsən, ona buna şeyimi yalasam. Az Lənkəranda ofisaytın mağazasını açıblar da, xəbərləri yoxdur. Getsinlər, özləri alsınlar. Sən niyə qarışırsan onların işinə? Sən nələ danışırsan ki, sən Çingizin qohumlarını tanımırsan? Tənbəl şeydilər evdən çölə çıxacaqlar. Evdən niyə çıxarlar? Oturduqları yerdə heç nə. Ofisayt.com saytına girəcəklər, nə istəyirlər sifariş eləyəcəklər. Girən deyirlər, ay mama, girən deyirlər. Girən deyirlər, tanımırsan ki onları. Deyirlər, hazır al göndər. Deyirəm ki, Təhmiş, bir nəslin nümayəndəsi ki, Çingizdir. Az sən o nəsildən nə gözləyirsən? Mədinə, bizim bura gəl. Bax, bu işçilərin maaşlarının siyasıdır. Bu kağızı çap elə tez gətir mənə, qol çəkim, işçilərin maaşlarını verim. Yaxşı. Abala, bayaqdan sənə bir çay dedim gətir, niyə gətirib çıxartmadın? Papulya Balaşkam çay istədi, verdim ona. Qoy qaynasın, sənə də gətirəcəm. Ay qızım, sən evlə işi qarışdırma, o evdə sənin ərindir. Burada mənim sürücümdür. Harada görürüm ki, müdür dura-dura birinci çayı sürücüyə verəsən? Yaxşı, Papulya, onu da gözlə gedin qabağından götürün. Hə, lazım deyil kimisə qabağından qalan çay mənə. Ged o kağızı çap elə, maaşları da köçür, ora gətir mənə. Yaxşı. Nəzakətdə kürəkərimlə qızımı mənə calaq elədi, məni işə saldı da. Mama qurban, adam dığdıq olmaz. Ay, mama, başa düşmüşəm, mənim günahım yoxdur. Mama, bezmişəm, bunun yalanlarını bir tələqə də yalan danışır. Hər dəfə bir bəhanə ilə gəlir. Mama başına dönsün, mama sənin. Səbiş, dığdıq olma. Hər sözü söz eləmə. Az sən qarışqanı fil eləyirsən, mama qurban. Buy, sən Alik tanımırsan. Alikin canında yoxdur. Az o Çingizin tayı deyil.
Mama bax buna. Maman qurban, günah səndədir. Bəli, nəzakət, günah sənin, bax, bu qızındadır. Sən belə eləsən, qızım, sabah köynəkdə pamada izi yox, az maşından broşka da çıxacaq. Neyinirsən sən artıq? Ay mama, daha mən neynəməliyəm? Bütün günü fitness'e gedirəm. Mən basayında o başımı üzməkdən əldən düşmüşəm. O butik, o brand mağaza yoxdur ki, mən oradan özümə paltar alıb Alik'in gözünə girməyim. Mama spa mərkəzlərindəyim bütün günü. Daha mən başqa özümü necə onun gözünə soxum? Özümə. Ora getdim özümə, bura gəldim özümə. Aman qurban, hər şeyi dediyin özünə aiddir. Bax, bu yazıq Alik üçün neyilirsən? Biraz düşün. Bir nəzakəti gözünün qabağına gətir. Gör, atomla neçə ildir yaşayırıq. Nazı neynir? Nazı bişirir, düşürür, oyasına, burasına keçir, maç eləyir. Sən də, bax, gündə bir dənə belə yemək bişir. Beləmi bişir edə bilmirsən. Az Google'a gir, dolma şəklini çıx. Atılma, dinən səni gözləyəməzsin. Bir dəfə dolma, bir dəfə qutabat. Az canım sənə desin şirniyyatlardan az. Axşam gələndə mama nə dolma verəcəm yeməyə? Biraz siyasətin olsun mama qurban. Gələndə axşam ki, mamiçka, hanı dolma? Dinən ki, az dinən qonşu gəldi. Bir şey fikirləş dedi. Göründü, necə olacaq? Eləmi qızım? Bir də bir şey unutma. Səbiş, az sən eləmi? Sənin o Alikin pişik kimi bir şeydir. Bax, mama dedi. Kim ki ona piş elədi, hoppanacaq ora. Bax, bunu bil. Gəldi. Mama Alik'dir. Mama gəl, bu dəqiqə sən əlvi ayağına düşüb yalvaracaq ki, mənim günahım yoxdur. Yaxşı. Mənim bağışda mənim günahım yoxdur. Mama bax deyirəm ha, onu evə buraxma. Onsuz da papa gələn ki, bax, əlimdə faktım, sübutum. Hamısını papama göstərib papama deyəcəm. Az, bir dəqiqə deyək, elimdə faktım, sübutum. Az, sənin şikayətinə bəyən burada baxılmır ki, sən alim məhkəməyə müraciət edirsən. Anın ölür, nasıl burada bir məhkəmə olursun ki? Nasıl ölür ki? Mən geçirəm. Cavabı nədir? Onun ciyərini çıxardır. Onun gözlərini çıxart. Sən dayan. Onun başını oynat. Hadi yaxşı. Sən bilirsən də mama? Gəl Ali, gəl. Gəl, Nazı sənin ciyərini çıxartsın sən də bax. Gəl görüm, gəl. Bu nə dost? Ay mama, nəmək? Nərminə. Gördüm sənsən. Soruşuram, bu nədir? Abala, camaat anasının evinə toyuqdan, cücədən, mirdə, meyvədən gətirir. Bu nədir? Bala, mən səni 250 kilometr aralı kəndə ərə verdim ki, bala, de ki, sənin problemindən uzaq olun. Sən rayon taksiləri kimi, nə da? Səhər gelsin, axşam gelsin, səhər gelsin, axşam gelsin. Bu nə da az gətirmirsən? Amma qaynanan verdi xalçanı ki, apar yox. Özünə qazan qapağıyla. Ondan belə yaşaya bilmirəm. Atam gəlsin deyəcəm. Gəlirəm bura, qayıdıram, boşanıram. Gəl otur nəzakətin boynunda o biri bacıların kimi. Məsələ heç olmasa sənin dərdini çəkmirdim. Yox, bunlar vidadiyi öldürəcəklər, bastıracaqlar. Sonra Nazı qalacaq belə, dul qalacaq. Qırmızı donlara həsrət qalacaq Nazı. Düş görüm. Düş gör. Nazı. Qəşəng, gör necə yerdə evimiz var. Bütün şəhər ayağımın altındadır. Fikir ver, mənzərəyə bax. Evimiz. Niyə gətirmişsən də yenə məni bu evimizə niyə gətirmişsən? Bəstə deyildin. Niyə gətirmişsən? Atan sənə demədi ki, mən sizə orada gəlib qonaqlıq verəm. Yox, mən verəcəm qonaqlıq. Dedim ki, gəl bizə, mən sənə qəşəng qonaqlıq verəcəm. Gəlmişik, hazırlığımızı eləyək, tavamızı çəkək, manqalımızı qoyaq. Atan gəlir. Harda açım süfrəni? Qonaq otağında açım, mətbəxdə açım. Peki balkonda açım, balkonda sərin olar. Yenə başladın etəhəmlərə. Bəsdə, harda açım. Az biz sizin kimi aristokratik sinəsindən döyləyək, stoldan, masada oturub, vilka bıçaqla yemək yiyək. Biz nəsilliklə bəy nəslə olub, elimizin adət, ələsini qoruyub saxlayan millət olmuşuq. Elə bir nəsl olsun, yerdə oturub yiyəcək. Sağda getməyək. Nə əsəbləşdirmə özü, atan da gəlib deyəcək ki, hanı be, hanı? Budur 300 manata açdığın süfrə, budur
küləkdə elə bircə yerdə oturmağımız qalır. Hay sonlu ay mən nətərsən. Gələn mən bina ev alardım. Oturardın o kutunun içində. Onda deyərdin ki, niyə həyət evi almaq? Sən diqqətçiləydin axı, nə olur ki, bütün işçilərin maaşını götürüb hamısını artıq yazıb köçürübsən? Başqam, elə də çox artırmamışam ki, hamının maaşının axırına bircə sıfır artıq yazmışam. Görürüm, Balaşqam, nətər maaş artırmışsansa, elə mənim maaşım necə var, elə yerində də dur. Bir dənə də olsun sıfır yazmamısan. Balaşqam, elə sənə çatanda birdən ayıldım ki, səhv eləmişəm. Amma tutu gec idi də. Balaşqam, gör nə deyirəm. Deyirəm, bəlkə gedək, Papulyaya deyək, ola bilsin o mənim maaşımı artırdı. Yox, Papulyaya deməyək. Desək birdən hirslənər ürək partlayar. Ondansa Mamulyaya deyək. O günahlar hamısı Mamulyanın üstünə qalsın. Siz orada bayaqdan nə pıçıllaşırsınız? Abla, sənə dedim bir çay gətir, nə oldu? Şəbu, sən də maşını hazırla, birazdan gedirik Çingizlə. Yaxşı, Papulya. Ha, Papulya nədir? Bura idarə deyil. Gedin işinizə məşğul olun. Ay bala, sən nə görmüsən ki? Saçları belə görüm. Gözümün içinə bax. Deyirəm, sən nə görmüsən ki? Nazı, səndən darıq qız idi mi? Gedib düşmüşdüm kəndə. Qaynatan bilirsən məni necə işlədir də ki, qaynanamı demirəm. Ağır-ağır daruşqalar, o baş, xalçalar. Buz kimi suyla Nazını yuduzdururdular. Yazıq Nazı, sonra onları bax. Sol çiynimdə daşıyırdım, aparırdım, qoz ağacından sərirdim. Hə, bax, indi bax, həmin Nazıyam. Bilət az. Bir dərər yuvarlar, inəsi bunları. Ay mama, neyiniyim? Qız məni kəndə ərə. Mən yaşaya bilmirəm orada. Yaxşı, yaşayarsan. Gəlsin deyəcəm, burada yaşayacağım. Sənin olsa dilini qoyardan. Nətər yalaz deyəcəm. Canın çıxar, yaşayarsan. Buna bax bir. Uşaq vaxtı bunları kətdən yığa bilmirdi. Kəndə getmir. Kətdən gəlmirsən, kəndə də gedəsən. Elə eləmə. Ay mama! Ay mama! Alik sən gələmişdi. Siqın, indi gələcək bura. Qapı dilənçisi kimi ya qapını sındıranım ama açma qapını, bunu ölsün qalsın elə qapı dalında. Yaxşı. Dayan orada, dayan. Ay anasının qarnından çıxıb, ifritə həqqət bibisini oxşayan. Niyə? Siz nəzakəti öldürmək istəyirsiniz? Az, bircə gözlürsən ki, qapını açmayım. Ali qalsın o tərəfdə, atom gələndə hər şeyi bilsin. Ay mama, mən Allah'dır da başa düşmürsən sən. Siz mənim dərdimə günümə baxı. Biri gəlib ki, bu külbaş. Ne bu gəldi? Külbaş deyir ki, mən xalça yüyə bilmirəm. Xalçamı yu, kətdən dartıb cavad, yemək gətirib, xalça gətirib, çirkli xalçası, adası rəyətini bulsun. Bu külbaş deyir ki, ərim mənə xəyanət edir. Az mən bunların hansı birinin dərdində çəkib? Az, bu nədir belə? Axşamki qonaqlıq var. Mən nə deyəcəm Vidadiyə? Mən bilmirəm, az bunlar nəzakəti deyir, bu xalçanın arasında aparıb bastıracaqlar. Bəsdirin də, bəsdirin. Tapışqa manaz. Babuşka, bilirəm oradasan. Aç qapını, sözüm var sənə. Ne? Səbi. Ne? Səbi. Nətəlim, naz açma. Yüzünə də baxmayacam bu dəfə. Qız atası. Hazırlayırsan, acından ölürəm. Salat hazırlayıram bacı, salat. Özdə fərqli reseptlə. Bax, bu bizim süfrənin zeytunlu mayonezləridir. Tərkibində zeytun yağı var deyə salata əlavə yağ qatmağa ehtiyac olmur. Özdə yerli məhsuldur deyə hazırlanan kimi satışa çıxarılır, mayonezlər təptəzə olur. Gör nə salat olacaq bu. Deyirəm, halal olsun bizim süfrənin mayonezlərindən. Bütün qadınları düşünür də. Mama qurban düz dersin, nəyin bütün qadınları, bütün kişiləri düşünür. Mən də daim atozu düşünürəm. Ona görə də elə bunu atozu isə yaxşıdır. Ay mama, bizim üçün də qoy da. Belki Çingiz üçün götürərdim də. Çingizdən ölürəm nə acından. Qız atası. Ay sağ ol, qəşəng. Bu başqa məsələ, bu başqa məsələ. Yeyinirsən, atan. Ata qalmadı ya, hamısını yedi. Bu başqa məsələ, doğrudan da çox ləzzətlidir. O dəqiqə hiss olunur ki, deyəsən kət çorbasından hazırlamısan, hə?
kənd çolpası deyil. Kentin bulyonlarını. Özü bilsən, bax, heç nə lazım deyil. Hər şey özündədir. Qatırsan hazır olur. Qatdı da. Əladır, əladır. Ay qızım, onda o kentin bulyonundan bir dənə də şorba pişir. Valla mən yeyim, acımdan öldüm. Baş üstə. Bir daha da sən açsan dinən daha mən bunu yeməzdim, sənə saxlayadım. Əgər açsansa o yaxşı var ya, o kentin qəşəng o krem sosları var, ondan alsın, gəlsin, qəşəng tot pişirsin, onu yiyək, hə? Olar. Pişir. Atalar yaxşı deyil. Tamam qanlı, pomidor yox. Bəy. Görünən qəşəng. Az niyə özünü asıl otursan? Niyə özünü asıl otursan? Öz evindəsən də nəsliysən, öz evindəsən qəşəng yeyib içməyini, atan da qonaq gələcək. Niyə özünü asıl otursan? Vay! Ezo, tez. Bax, manqal hazır oldu, yavaş-yavaş qızışır. Sən də süfrəni hazırla, yemək içməyi hazırla. Dədən gələndə narazı qalma. Məncə sən onları yığışdır, o şişi, kömürü, o manqalımı yığışdır. Çünki papa gəlib görsə ki, sən o 70.000 manata buradan bir daşı üstünə qoymamsan, sənin özün işə çəkəcək. Atamın minnəti olsun, Ona yar kalamı pişirəm, mən burada. İkincisi ki, sən atan 70.000 verəndə demədi ki, gedin həyət ev alın, özünüzə şərait qurun. İndi nə demək istəyirsən, şərait qurmuşam. Kimin xoşu gəlmirsə, o deyil, qapı orada olacaq, açıqdır, gedə bilər. Qəşək yub, bax. Hamısı paraşoqdur. Yaxşı yub. Sonra quruyanda iyi gələcək. Hə, buranı. Az biraz güclü elə. Nə oldu Balik? Mama qurban, nöşün? Nə oldu yenə? Naska. Hə. Naska, bu dünyada içi anam qarışıq. Əgər məni başa düşən yeganə bir kadın varsa, o da sənsən, Naska. Nəsə olub sənə? Səsin əsir, dodaqların əsir, Alik, nə oldu? Naska, sənin heç nədən xəbərin yoxdur, Naska. Nə xəbərim olacaq? Dayanmışsan 1 kilometr o tərəfdə, nə Naskanı sayırsan, nə bir görüşürsən, nədir, Naska istəmirsən öpsün səni. Tanışırsan, mən səninlə nəfəs adıram, ay Naska. İstəyirsən lap sənin əllərindən öpüm, Naska. Yox, lazım deyil. Naska, istəyirsən lap sənin ayaqlarından öpüm, ay Naska. Yox, boy. Naska ilə öpüşək, görüşək, maması qurban. Qoy bu üzündən də öpüm. Ay, imanım dilim yandı. O neydi? Bax, elə sən də məni elə yandırırsan, adı. Oy. Sən mənim qızıma o yekə dodaqlarını belə şişirtmiş qızla xəyanət edirsən, səbişə. Naska, əgər mən sənin qızına xəyanət eləmişəmsə, Naska, heç nə demirəm. Belə mənim belim qırılsın. Oy. Bax, qırılsın deyirəm, qarqışın özünü tutdu ya. Eləmə, üstümə gəlmə, Naska. Naska, qulaq as. Keş görün bu tərəfə. Naska, qulaq as, qoy bir mən sözümü deyim imkan. Qəşək yox. Butaların rəngi qaçıb, qaralıb oralarını yox. Paraşoğu qoyma. Gəldi baharın gülü. Qısqananıma bax mənim, qısqanır. Yaxşı, onu başa düşdüm, Naska. Sən də qoşulmusan ona. Mən neyini? Qısqanır. Mən demişəm kişi kimi, sözümün də üstündə durmuşam. Sənin qızıma ömür billah xəyanət eləməmişəm, eləmərəm də. Ali, Aycan. Səndən kişiliğini qoy qırağa. Ağzı. Ortada fakt var ya Ali, bax. Bax, bu hansı ailə dağıdanın palmadasının izidir, hə? Oy, gülə də bilmirəm, şvabranın yeri ağrıyır. Zoğ olur benim Naska. Baxın görün. Bax da, buna bax. Adı şvabranın yeri deyil, qabırğalarındır. Düdün mən də inandım. Desin də, açıqlama versin də. Açıqlama ver, görüyor, nə köynəkdir. Cavab ver. Naska, icazə verirsən mən sənin qızını, bax bu xalça kimi ağ yum quru sərim, icazə verirsən. Tez elə, verdim, hə. Ay küllük baş, ay geridə qalmış, ay dəbdən uzaq düşən, sən bilirsən ki, indi köynəkləri zavod belə bıraxır, bu boğazlığın üstündə pomada ləkəsi, dodaq ləkəsi, hə? Az ver, bura görüm anız. Nə deyir? Bütün Avropa bundan giyinir, indi. Deyən görüm anız. Deyirəm ki, səbiş.
Kül səni. O atom nəslindən olan o geridə qalmış qohumlar var. Bax onların başına az. Şimdi deyən görüm, sən görmürsən. Bunu bir oğala, az birini xlorun içine sal. Az sən məni bir abr elədin. Bunu belə köynəklər çıxır da görürsən. Bura gəl, bura gəl. Bura gəl. Çok oldu. Alem diye. Mama bir şey işte. Ye mamam kurban, ye boşundan dönerim. Bundan ye. Səbiş, biz tərpənəyik də, hə, Naska, nə deyirsən? Heç Çox nə. oturduq. Deyirəm, Malik, mama qurban. Elə gedəndə yol üstü. Nərmiş avtovağzala düşüb get, yaxşı mı? Naska, qurban gözəl və avtovağzal mənim yolumun üstü deyil, axı biz Əhmədliyə getmirik. Səbiş. Yollar yaxşı tanım. Elə dedim, dərd o. Demədim ki, okeanın o tərəfinə gel. Əhmədli bunu ağzımızın içində. Avtovağzal o tərəfə də dörsən Əhmədli. Naska, qurban sənə, mən Əhmədliyə gedib çatana qədər maşını saxlayıb 8 dəfə soruşuram, sonra gedib çatıram Əhmədliyə. Azaram mən, Naska. Azmazsan, Naska sənə bir dənə elə asan yol çizacaq ki, elə birbaşa gedib Əhmədliyə çıxacaqsan. Bax, görmədin. Elə lazım, belə çəkiyorum. Bax, mama, diqqətlə bax mamaya. Sən də diqqətli ol ki, yadından çıxmasın. Bax, bu kalsivoydu, eləmi? Buradan ki girmədin, kalsivoydu da bildin, sən ki buradan girmirsən. Gəlirsən, bax, birbaşa avtovağzala. Avtovağzaldan burulursan Şamaxinkaya. Düz Şamaxinkadan çıxırsan hara ziyə Bünyadıma. Deməli, gedirsən, burada artıq Qara evdir. Qara evə burulursan, orada ara yollar var. Ara yollarla gedirsən, Çobanzadəyə çıxırsan. Çobanzadədən heç 5 metr getmirsən ki, gəlir çıxır Məhəmməd Adi küçəsi, burulursan, gəlir çıxır Əhməddir. Naska, yolları əcəb tanıyırsan, əcəb yadında qalıb bütün yollar. Navigatorsan sən, Naska, navigator. Emin, Naska navigator. Təsmin olur, navigator Naska. Hə, elə. Nyamka, deyirəm bəlkə sən avtobusa minib gedəsən, hə? Yox, mən avtobusla o boyda yaş xalçayla hara gedirəm? Yaş xalçayla hara gedəcək? Avtobusu girəcək? Mama, bir gündə qalardı, xalçanın suyu da süzülərdi. Mən də üstümə şəhər arasında. Lazım deyil. Nə dəydi? Yeri git. Atarsan xalçanı, çəpərin üstünə suyu süzülsün. Bu kimdir az? Nə olub? Ha, sənlə nə olub? Nə olacaq? Papa indi gələcək, deyəcək ki, yığışın gedəyən kabab yeməyə. Gedib görəsən oranı. 2 dənə kubiki çöllüyün düzündə qoyub üst-üstə, güya ki, bu manqalıdır da bunun. Taxta şişlərə də badımcandan, nə bilim, pomidordan keçirdib, kabab pişirir kişinin oğlu. Elə də tez deyir ki, tez gəlin soyuyacaq. Nə cavab verəcəm papaya? Afəs, mən cavab verəcəm kişiyə. Əli ilə 70 mini verdim. Mən nə cavab verəcəm? Siz mənə dərd oldunuz, camaat deyir qızım olsun. Dördünüz də mənə dərd oldunuz, biriniz gedirsiniz. Atansızın probleminə nəzakət olsun, hə? Hammanızınkini elə bugünə qalmışdı. Hansı birinizə cavab verim, hə? Səbiş! Alik! Gəlin, siz də yola salın. Gəlin, hadi. Sən də, marş! Özündən çox ayıp. Nərmiş, ay Nərmiş, nə yaxşı gəlmişsən ay qızım? Nazı? Can Nazı? Nərmlə nə yaxşı şəkətdən durub gəlib bura? Ay papa, kənddə ürəyim sıxılır, ona görə gəlmişəm. Nazı, bu qızın ürəyin sıxan nədir ki? Nə sıxacağı heç nə, sən bilmirsən sən qızlarımı, buradakı heç nə. Uşaqlıqdan vasfasıdır. Xalçanı, o boyda xalçanı götürüb gəlib ki, xalça çirklidir, gedim anamın həyətində yiyib uşaq. Hədə. Dədə babadan görmüşdük ki, xalça palazı şəhərdən yığıb kəndə aparıb duyardılar. İndi tərsin olur. Bu da təzə çıxıb. Nəysə bala, yaxşı ki, hamınız bir yerdəsiniz. Səhər-səhər Çingizə 300 manat pul verdim ki, bir dənə yaxşı qoyun alsın. Yaxşı yemək-içmək hazırlayacaq indi Çingiz evdə. Biz də yığışın, hamımız gedirik ev gördüyə Çingizgilə, Fəhminəgilə yeyib-içməyə. Yığışın gedirik. Ay baba, gedə bilməyəcək. Gəl, özə ki, məndən nəsə gizlədirsiniz, nəsə olub. Olub.
Buyur. Vəfa, Arzu, Hicran, Aynur, sizdən nəyə gəlmişsiniz? İşdə nəsə problem olub? Nə problem, Vidadi müəllim? Sizin kimi diqqətçil, qayğıkeş bir insanın şirkətində problem ola bilər. Biz gəlmişik sizə sadəcə təşəkkür eləməyə. Ay balam, siz yaxşı işləyirsiniz, yaxşı da əmək qarırsınız da. Təşəkkür nəyə lazımdır? Vidadi müəllim, siz bizim maaşlarımızı 10 qat qaldırmışsınız. Mən hər ay 750 manat alırdım. Bu aydan isə 7500 manat almışam. Ay 7500 manat nədir? Sən nə danışırsan? Vidadi müəllim, mən də 8500 manat almışam. Artıq özümə ev almaq istəyirəm. Nə 7500, nə 8500, nə danışır bunlar? Papura, mən səhvən hamının maaşına 1-0 artıq yazmışam. Nazır, bu nə danışır, Nazır? Nə danışır? Əndə uşaqdır da 1-0 nə olan şeydir? 5-10 min manat pul eləyir, ay Vidadi. Ay Nazır, nə 5-10 min manat? Şirkətdə nə qədər işçi var, bu neçə milyon pul eləyir? Nazır, niyə vaxtı imkan vermədi ki, mən özümə düzəməlli katibə götürüb, sürücü götürüb, Nazır? Naska benim sertsin! Ay Vidadi, nə oldu kişiyə? Ay baba, görsən nə yaxşı xalçan gətirdi. Aşk, görüb qalçınsın bana, gör nə oldu buna? Baba, görürsən, Giray. Ay, xilas eləyirəm papamı. Maması qurban Alikə. Nə oldu ay Vidadi? Onda qonaqlıq olmayacaq. Admina. Admina Apara. Xəstəxanaya aparaq, maşın aparaq, götürün. Aparın, götürün, dərd. Sürütdə. Getdi. Sən nənəmi? Burada qalacaq. Mən nə yapayım, harada qalacaq? Mən nə bilim, harada qalacaq. Heyvanı kəsmək istəyəndə hürdü. Onunla bildim ki, itdiyosu kəsib yemişdir. Düzdür də! Nə istəyirsin? Düzdür! Bəsdə nə qədər olar? Barbanın canını buraya yıxmışsınız. Sən buradan! Nə bilim, o selfie çəkən bu yandan. Hələ o düşük bacı var, baba! Düşük bacı. Düzdür! El çəkin barbatdan, nə istəyirsən? Sən buradan, Vidoş o yandan. Hələ o yalancı saçam üstüne bacı var, selfie çəklər. O bu yandan. Hələ o Palaşka var, yanında dönüp Palaşka'da. Belə mənim belim qırılsa, ay. Necə qıydım? Necə qıydım, Naska? Bir dəqiqə möhkəm vurdum, Neçə var? Yox, dirsəyvə dəydi. Eybi yoxdur, neçə var? Dirsəyvə dəydi, istədim yalan açayım. Qızım, qaçıyorum! Alik şaka! Gülmeyin, elə buradan gülmeyin. Hani qalçanın üstə saldı, Ofisite mağazalar şəbəkəsinin baş sponsorluğu ilə Qız Atası serialına baxdınız. Qız atası